asan xidmət modeli göstərdi ki, müasir texnologiyaların, innovasiyaların bu sahədə tətbiqi həm dövlət üçün, həm cəmiyyət üçün, vətəndaşlar üçün nə qədər vacib və əhəmiyyətlidir və artıq növbəti bir, qlobal bir trend formalaşıbdır. Bu da rəqəmsal transformasiyanın həyata keçirilməsi, xidmətlərin rəqəmsallaşdırılması, vətəndaşlar üçün daha əlçatan və data əsaslı qərar qəbul etmə mexanizminin yaradılması nə qədər vacibdir. Artıq bu illər ərzində bir neçə dövlət qurumu var ki, biz hər qiymətləndirmədə görürük inkişaf gedir və bu ildə 511 səhv etmirəmsə də xidmət qiymətləndirilibdir və bura aiddir həm mərkəzi icra hakimiyyəti orqanları, həm yerli icra hakimiyyəti orqanları, həm dövlətin hüquqi şəxsləri, publik hüquqi şəxslər, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət orqanları.